Musayev Azər Hilaloğlu, Əlisməzli kənd sakini. Təhlükəli vəziyyət belə deyəndə ki, əkin sahələrimiz hamısı qaldı su altında. Hal-hazırda kəndə ziyanlıq verməyib, amma təhlükəli yerlər var. Kür biraz da daşsa, elə başa düşürəm ki, kəndimizdə yumaq ehtimalı var. Amma əkin sahələrimiz hamısı qaldı, yonca çalınmışdı, arpamız ayın axırı pişilməli idi, hamısı qaldı suyun altında. Belə. Yəni siz ziyan deyirsiniz? Büdcə bəli, böyük ziyan deyəcək. Xarc, borc tapıb əhmişik. İndi onun nətəri olacaq, nətəri borc yerlərinə pulu qaytaracaq biz bilmirik. Bəşirov Fehliman Musayevoğlu. Kür sahəsinin qırağında yaşadığımıza görə bizim kür məcarəsindən çıxıb ciddi fəsadlar törədir. Bəs yonca sahələrimiz, əkin, arpa, buğda sahələrimiz hamısı su altında qalıb. Buradan sonra Məmməddə gedəcək. Məmməddə keçəcəksiniz Ağamalına. Oradan Daha yarısı yoxsa da. Hələ oraya elə bu səviyyədə qalxmayıb ki, onun altında eləsin. Həşimov Rahim Razımoğlu. Məsəl üçün, bu təbii fəlakətdir, yağışlara görədir. Neçə gündür yağışlar yağıb, təbii fəlakətdir. Buralar mənim yerimdir. Mən şəxsən burada 3 hektar arpam suyun altında qaldı. Hətta belə də gedir irəli. Cəmaatın hamının yeri qalıb suyun altında. Buna nə qədər xarc çəkmiş. İndi gözümüzü bura tutur. Kətçi torpaqdan yararlanır. O da bizdə bir il kürdaşdı, suyun altında qaldı. İndi biz bilmirik, nətər eləyək. Hara gedəcək bunun axırı suyu indi bilmirik indi biz. Oradan bellər görüşür. Yaxın mı? En qıraq yerdə bunu külə yapar.
Əmirov Rasim Hüseynalıoğlu. Vallahi bir yağış yağından baş verib bu hadisələr. Yerlərimizi alıb, 4 hektar yerim oda batıb. Tək mənimdə də yəni hamının yerə batıb, çox batıb. Belə çox qalsa da hədsiz əkin qıraqlarının hamısını ziyanına vuracaq. Bir 3 xaç qoymuşduq, hamısı batıb. Bilmirik ki, nə tə eləyək. Kasıb adamları nairə neyin bilmirik. Ehtiyaç yoxdur.